Xanımlar və cənablar, Dost podkastını dinləyirsiniz. Salam hörmətli dinləyicilər və Dost TV tamaşaçıları. Dost podkastının yeni buraxılışına xoş gəlmisiniz. Mən də hər birinizi salamlayıram, həm dinləyicilərimizi, həm də izləyicilərimizi. Bugün bizim qonağımız iqtisadçı, ekspert Fərhad Pərvizidir. Xoş gəlmisiniz Fərhad bəy. Xoş gəldiniz. Son dövrlər sizi hər kəs sosial şəbəkələrdə paylaşır və münasibət bildirir. Amma hər kəs yaxından tanımır. Fərhad Pərvizi kimdir? Siz məni təqdim edəndə iqtisadçı ekspert kimi dediniz. Əslində mən ilk dəfə iqtisadi dərslərimi 2012-ci ildə hətta başlamışdım. O zaman 2 dənə bloqum var idi. Biri rus dilində idi, Ekonomika na palçıq. İkincisi, sonra Azərbaycan dilində video dərslər formasında iqtisadi dərslər, iqtisadi dildə. Onun əsas məqsədi nə idi? Mən 2006-cı, 2010-cu illər arasında, 2007-2010-cu illər arasında iqtisadiyyat üzrə aspiranturaya daxil oldum və bir iş üzərində çalışırdım. O vaxtlar ipoteka fondu təzə yaradılmışdı və mənim işim məhz xarici təcrübənin öyrənilməsi ilə onun Azərbaycanda tətbiqi üzərində olubdu. 3 il vaxt sərf eləmişdim. Yaxşı elmi rəhbərim var idi. Mənim məqalələrim çap olunurdu. Kritika tənqidə də verilmişdi. Hər şey qaydasında idi. Bilməlisiniz ki, mənim işim daha çox Amerika sisteminin, ABŞ-nin ipoteka sistemini öyrənərək onun Azərbaycanda tətbiqi üzərində qurulmuşdu. Və mən müdafiəmə az qala yarım il qalmış, böyük böhran baş verir 2008-2009-cu illərdə dünyada və bu böhranın səbəbkarı ABŞ-ın ipoteka sistemi olubdu. Tamamilə yanlış qurulmuş, çox təhlükəli bir model qurmuşdular ABŞ-də və məndə o vaxt o sual yarandı ki, niyə görə 3 il ərzində heç kim bunu görməyibdi? Niyə görə mənə heç kim bunu deməyibdi? Hörmətli alimlər olubdu, kollegiyada bunlara baxış keçiribdi falan. Ondan sonra anladım ki, əslində bizdə iqtisadiyyat öyrətmirlər. Müxtəlif digər iqtisadiyyat bilirsiniz, bir tərəfdən aləti, texnikidir, digər tərəfdən bir balaca ideologiya da, bir balaca fəlsəfədir. Biz həddindən çox alətlərə girişmişik, riyazi modellərə girişmişik, amma iqtisadiyyatın fəlsəfəsini və əsasını unutmuşuq öz-özlüyündə. Və mən qərara gəldim ki, əvvəlcə özüm öyrənim. Növbəti 3 ili sərf elədim ki, ortodoksal olmayan və daha çox fəlsəfə üzərində qurulan iqtisadiyyatı öyrənim. Çünki Adam Smith-i çox güman ki, hamı eşidib, hamı tanıyır da, deyirlər ki, müasir iqtisadiyyatın banisidir. Amma Adam Smith-in bir çox işləri İbn Xaldundan gəlir hələ 16-cı əsrdən. Və Adam Smith olsun, İbn Xaldun olsun, David Ricardo olsun, onlar hamısı filosof edirlər, iqtisadçı olmaqsından baxmayaraq. Onlar iqtisadçı kimi tanımağına baxmayaraq. Və onlar ilk olaraq insanın mənəviyyatını anlamaq istəyirlər. Ki, modellər onun üzərində qurulmalıdır. İnsan necədir ümumiyyətlə? Zalımdırmı, mehribandırmı, yaxşıdırmı, pisdirmi? Çünki biz görürük ki, uğur qazanan iqtisadiyyatlarda, ölkələrdən biz görürük ki, o bir etibar var. İnsanlar gülər üzdür, bir-birinə yaxşı rəftar edir. Lakin kasıb ölkələrdə biz görürük ki, etibar yoxdur. İnsanlar çox da gülər üz deyil, çox da mehriban deyirlər bir-birləri üçün. Ona görə insanın mənəviyyatını anlamaq çox vacib oldu. Mən ona görə o tərəfə daha çox yönəldim, nəinki sırf riyazi modellərin qurulmasında. Və qərara gəldim ki, insanların bir çox bu ideyaları bilmir, bu ideyalar öyrədilmir. Və iqtisadi dərslərə başladım o vaxtları. Çox çəkmədi, cavan vaxtlarım idi, 3-cü uşağım doğulmuşdu, sonra baş qarışdı. Uzun müddət çəkildim geri. Sadəcə bəlkə sonuncu bir ildə bir balaca aktivliyim qayıdıbdı. Onun da qayıtmasının bəlkə səbəbi odur ki, bizdə iqtisadi diskussiya yoxdur, təəssüflər olsun ki, ölkədə. İqtisadi forumlar keçirilmir. Çoxlu zirvə forumları var, HR zirvə forumu, liderlik zirvə forumu, amma təəssüf ki, iqtisadi zirvə forumu yoxdur. Biz Moskvaya, Sankt-Peterburqda Rusiyanın bir çox möhtəşəm iqtisadi forumu var və həmin o forumda müxtəlif ideologiyaların qarışığından bir çox keyfiyyətli diskussiyalar ortaya çıxır. Diskussiya olmadığına görə model nədir? Azərbaycan üçün reallıqlar nədir? Bizim mədəniyyətimiz nədir? Bizim dəyərlərimiz nədir? Bu mövzuda diskussiya yoxdur. Mən də uzun müddət daha çox qurban modunda idim. Heç kim danışmır mənim neyimə lazımdır. Yəni millət necə tarac olur olsun, nə işim var da. Təəssüflər olsun ki, çoxsumuz bu düşüncədəyik. Mən deyim, okey, gəlin mən bundan keçim. Mən nə edə bilirəm? Mənim hansı üstünlüklərim var? Mən düşünürəm, mən çətin ideyaları asan çatdıra bilirəm.
İqtisadiyyatı sevirəm. Baxmayaraq ki, bu mənim 5-ci təhsilimdir də. Ondan əvvəl 4 dənə digər sferalarda təhsilim olubdu. Və bu diskussiyanı yaradım. Və daha asanlaşdırdım. Əvvəlki iqtisadi dərslər daha bəlkə texnik idi. Mən daha dərin iqtisadi fəlsəfi fikirlərə yönəlmişdim. Siz mən gündəlik həyatdan danışaq da. Misal üçün uğura gətirən nədir? Siz nə qədər xərclərinizə necə fikir verməlisiniz? Dəyərləriniz nədir? Yəni ki, bu mövzuları əhatə etməyə çalışmışam. Könüzün iqtisadçı eksperti Fərhad Pərvizov. Fərhad müəllim, əslində bir neçə fikirlərə toxundunuz. Bəs yaxşı, cəmiyyətdə ən çox bəyənilən fikriniz hansı olub sizcə? Və ən çox tənqid olunan fikirləriniz? Mən özümü bir tərəfdən xoşbəxt hiss edirəm ki, indiyənə kimi sosial medianın düz yarısı, məndə 3 dənə kanaldadır da. Biri TikTokdur, hansıdır ki, mən düşünürəm ki, Azərbaycanın orta statistik Azərbaycanlısı oradadır. Bir var LinkedIn-də, harada ki, qəşəng kalstuklu, kostyumlu, xarici şirkətlərdə ya da yaxşı pul qazanan kütlədir. Ortada durubdur, Facebookdan, Instagramda, düz ortadadır. Ən böyük engagement sözü var, ingiliscə, söhbətə qoşulma. Bu tərəf deyə bilərik. Azərbaycanda bu tərcüməsi yoxdur, bu sözün təəssüflər olsun. TikTokdadır. Yəni ki, onlar çox qəddardılar. Eyni dərəcədə də çox dəstəkləyicidirlər. Sosial şəbəkənin yarısının məndən zəhləsi gedir, yaxşı çox bəyənir. 2 dənə fikrim ən çox paylaşım və çoxlu rəy aldığım fikirlər biridir. Biz daha çox işləməliyik. İnsanlar bu ilə razı deyil. İnsanlar düşünür ki, işləməklə alınmır. Gəlib baş işlədək və başlayırlar biraz qurban moduna girmək ki, bizim çox işləməyimizdən asılı olmayaraq sistem problemləri var. Yəni sizi linçləyiblər də belə deyil. Mən linçləyiblər ki, mən demişəm ki, çox işləmək lazımdır. Mən onlara başa salıram. Mən realistəm də. Mən toksik pozitivliyə ehtiyacım yoxdur. Mən isə çoxlu danışa bilərəm. Sizə imkan vermirlər pul qazanmağa, filan beşmək. Və mən sual verirəm. Necə edəsiz? Başqa bir yolunuz var, çox işləməkdən başqa. Heç nə cavab verə bilmirlər. Dərhal girirlər ya qurban moduna, yarısı. İmkan yoxdur, inklüziv institutlar yoxdur, filan yoxdur. Yəni deyirəm, bəs siz deyək ki, indi ofisdə işləyirsiniz də 9-dan 6-ya qədər və hansısa bir maaş ayrılsa, Azərbaycanda orta statistik maaşdan 900 manat ətrafındadır da, median bilmirəm nədir, onu paylaşmırlar. Deyək ki, 900 manat ətrafında siz pul alırsınız. Mən deyirəm, sizin bəs 9-la yatmağa getməmişdən öncə siz nə ilə məşğulsunuz? Yəni ki, bu da sizin produktiv vaxtınızda yatmayana qədər nə vaxt ki, siz dəyər yarada bilərsiniz. Bir dil öyrənə bilərsiniz, AI öyrənə bilərsiniz, data analitika öyrənə bilərsiniz, xaricə sata bilərsiniz bu biliklərinizi. Başqa bir bizneslə məşğul ola bilərsiniz bu arada. Siz nə ilə məşğulsunuz? Bunu edirsiniz, yoxsa oturursunuz scrolling, TikTok, Facebook, Instagram, oyunla məşğulsunuz. Bir dostum vardı, onlar marketinq araşdırmaları ilə məşğuldurlar. Onlar belə bir data vermişlər ki, mənə orta statistik Azərbaycanlı gündə 7 kilometr scroll eləyir. 7 kilometr gəzmirlər, 7 kilometr scroll eləyirlər. Və mən deyirəm, sizin arzularınızı bu öldürür. Sizin arzularınızda saat 9-da işə getməklə 6-da çıxmaqdan bitmir arzularınız. Sizin arzularınız ki, 6-dan çıxırsınız, başlayırsınız scrolling eləyir, və sizin arzunuzu o öldürür. Olarmı ki, siz əvvəlcə fokuslanırsınız, siz nə edə bilərsiniz? Bunu edin, dəniyin. Əgər alınmazsa, onda gəlib şikayət edərsiniz. Hər şey açıqdır, internet açıqdır, YouTube açıqdır, bütün platformalar açıqdır. Nə istəyirsiniz öyrənə bilərsiniz. Bir çox kurslar pulsuzdur. Ölkənin daxilində çoxlu pulsuz təlimlər var, talklar var. Gedin, maraqlı insanlarla görüşün. Biraz çıxın bu qurban düşüncə tərzindən ki, nəsə siz edin. Yəni ki, sənin hərəkət Allahdan bərəkətdir, bizim atalar sözü var da. Sən hərəkət eləmirsən, amma bərəkətin hardansa düşəcəyini gözləyirsən. Bu birinci idi və prinsipcə budur, bu ətrafdadır. Mən biraz realist yanaşıram və mən anlayıram ki, insanlar hansısa bir mifik Azərbaycanda yaşayırlar. Bir neçə yoldaş yazıb ki, bizim təkcə qara kürümüz bizə yetərlidir ki, bütün Azərbaycanlılar yaxşı yaşasın. Mən haradasa eşitmişəm ki, bizim 50 milyard dollarlıq qara kürümüz ixrac olunur ildə. Mən deyirəm, yoldaşlar, 50 milyard dollar bilirsiniz nə deməkdir ümumiyyətlə də, təsəvvür edə bilmirsiniz. Bu hansı sosial şəbəkədən gələn cavabdır, belə deyək? Bu TikTokdadır, LinkedIn-də daha azdır, amma LinkedIn-də engagement azdır da. Yəni bu TikTokda mənim bu baxışım 550 min üzərindədir indi, həmin o videona baxışım.
LinkedIn-də 2000-3000-dir, Facebook, Instagram qarışıq hardasa 40 minə yaxındır da. Yəni ən çox belə rəy paylaşılan TikTokdur. Və mən deyirəm, bilirsinizmi 2011-ci ildən bəri Xəzər dənizindən qara kürünün istehsalı qadağan olundu dünyada. 2011-ci ildən yoxdur Xəzər dənizinin qara kürüsü. Mağazalarda nə satılırsa, onların yarısı Çindən gəlir. Digər yarısı bizdə 3 dənə böyük ferma var. Fermada böyüdülən nərə balığı kürüsü odur. Və onların illik hal-hazırda istehsal gücü 4 tondur. Onu $1000 vursa, Azərbaycan potensialı indi 4 milyon dollardır ildə. Növbəti 2 ildə çoxalacaqdır. Çünki orada balıqların yetişmə müddəti var. 26-cı, 27-ci 40 tona qədər qalxa biləcəkdir. Bu da maksimumdur. 40 ton da 40 milyon dollardır. O da hamısı xarici investisiyalar hesabına heç Xəzərdən çıxmayandır. Xəzərin ümumiyyətlə balığı yoxdur. Əgər okeanda biz balıqlara baxsaq 950 min dənə növ balıq var. Xəzərdə 10-15 dənə növ balıq var cəmi. Yəni ki, bu müqayisə olmazdı. İnsanlar hansısa bir mifik Azərbaycanda yaşayırlar, hansında ki, düşünək ki, bizim o qədər qızılımız var, o qədər neftimiz var, o qədər balığımız var, bunlar hara gedir filan. Deyirəm, gələnlər neftin özünə baxaq, yoldaşlar da. Siz düşünürsünüz, siz nə hardasa eşitmisiniz ki, 400 min barel gündə istehsal var. Yəni, bazar qiyməti də indi $60. Vurursunuz, düşünürsünüz ki, bax, bu bizə hamımıza çatan puldur da indi. Mən deyirəm, yoldaşlar, mən də neft-qaz sektorunda işləmişəm, ona görə yaxşı bilirəm də bunu. Və bu $60-ın $45 o neftin çıxarılması xərcidir. Birincisi onu nəzərə alın. Çünki Azərbaycanda neft Səudi Ərəbistandakı kimi deyil. Onlar lapatka ilə qazırlar torpağı, orada neft çıxır. Bizdə isə gərək dənizin içində, dərində sən neft çıxarasın. Ona görə Azərbaycanın neftin çıxarılmasının bir barelin qiyməti $40-45 civarındadır. Deməli, səndə $60 satılanda, indi özü ucuzlaşır, $15 xalis mənfəətin gəlir. Bu $15-ın yarısı gedir xarici partnyorlara. Çünki onlar da investisiya eləyiblər, BP-si var, Lukoil var, filanı var. Yarısı gedir ona. Qalır $7,5 bir barelə. Və $7,5 bizim pulumuz deyil axı. Bu gələcək nəsillərin puludur. Bu dövlət neft fonduna getməlidir və bu $7,5 bareldən yarısı bizim gələcək nəsilləri ötürməlidir. Bu hamısı bizim deyil, bu xalqın sərvətidir. Gələcək nəsillərin sərvəti də həmçinindir. Və sən onda $7,5 gəlin ki, $4 götürə biz bugün xərcləyə bilərik. İndi vur 400 min barelə günə, sən görəcəksən ki, 10 milyonluq əhaliyə çox da böyük bir qazanc da düşmür. Ona görə bizim yeganə ümidimiz Allahın bizə bəxş etdiyi sərvətlər deyil, bizim özümüzün etdiyimizdir. Bizim özümüz istehsal etdiyik mallar və xidmətlərdir. Biz bunu artırmalıyıq. Ona görə neft-qaz sektoru mən həmişə ürəyimdən çıxıram. Bu deyirəm, bu Allahın bizə bəxşidir. Onun hesabına biz yollar tikirik, yeni binalar tikirik, infrastruktur tikirik, qazlaşdırırıq, elektrik stansiyaları tikirik. Dövlət bu formada bunlarda idarə edir. Amma bu gecə tezi birincisi bitəcəkdir. İkincisi biz nə edirik ki, daha məhsuldar olaq. Çünki hər Adam Smith-i götürsə, onun Wealth of Nation kitabını, millətlərin sərvəti, o demiş ki, millətin sərvəti onun məhsuldarlığıdır. Nə qədər çox mal istehsal edə bilirsən, minimum əmək haqqı sərf etməklə, bir o qədər də xalqın yaxşı olar. Yeni yetmələr artıq milyonçu ola bilir. Bitcoin oynayırlar, coinlərlə, kripto valyuta oynayırlar, kanallar açırlar, YouTube-da çox yaxşı sosial mediada qazana bilirlər. Mən həmişə o kitabı məsləhət görürəm, Super Learning kitabı var, super öyrənmə. Onun müəllifi MIT-nin Data Science, data elmi proqramını, 4 illik bakalavr proqramını 6 aya bitiribdir. Veribdi imtahanı və uğurlu qazanırdı. Mən deyirəm sənə ki, bu dünyada MIT-nin Data Science proqramını 6 aya bitirə bilirsənsə, Azərbaycanda belə bir universitet yoxdur ki, sən o bakalavrını 2 ilə bitirə bilməyəsən də, prinsipçi olaraq. Karl Popper, geçmiş əsrinin yaxşı filosoflarından biri, onun çox yaxşı söz var, deyir, həyatın mahiyyəti problemlərin həll edilməsidir. Belə biraz pessimistik yanaşma da real olaraq da biz səhər dururuq, üzümüzü yumalıyıq, problemdə onu həll etməliyik. Nəsə geyinib tapmalıyıq, işə getməliyik, problemdə necə gedib çatacağam, nə geyinəcəm. Və insan həyatı prinsipcə problemin həll olunması üzərində qurulubdur. Və pul və varlıq elə bir məfhumdur ki, o problemlərin həll olunmasını asanlaşdırır. Biz yaxşı təhsil istəyirikmi? Onun üçün daha yaxşı müəllimlər olmalıdır, daha yaxşı mavaciblər olmalıdır, məktəblərin infrastrukturu daha yaxşı olmalıdır. Biz daha yaxşı tibb istəyirikmi? Tibb çox bahadır, bilirik, avadanlıqlar çox bahadır, diaqnostika çox bahadır. Bunun üzərində bu da pulla həll olunur. Daha yaxşı yollar istəyirik, bu da pul tələb edir. Biz bir çox problem, bir xoşbəxtliyə gətirməyəcəkdir, amma
düşünürəm problemlərin əksəriyyətini daha rahat həll etmək hardasa xoşbəxtliyə yaxınlaşdırır sözsüz. Və söz məqsədi odur ki, biz iqtisadiyyatımızı böyüdərək bir çox problemlərimizi həll edə bilirik. Ona görə də mənim məqsədim iqtisadi düşüncə tərzini anlatmaqdır, insanları reallığa gətirməkdir. İnsanlar incir onlara reallığı gətirəndə, sən onlara real vəziyyəti göstərəndə. Amma fərqindəlik üçün bu çox vacibdir. Sən fərqində olmasan, fərqindəlik uğurun 50%-dir. Sən bildin öz yerini, mən real olaraq hardayam. Ondan sonra gəl bizim xəritəmizi quraq. Biz hara gedəcəyik yol xəritəsi. Çünki əgər sən düşünürsən artıq burdasan, amma sən 10-dasan, amma əslində 5-dəsən. Sən yol xəritəsini başlayırsan ondan qurmağa və heç yerə gətirib çıxmır. Maraqlı yanaşmanız, maraqlı ideologiyanız, fikirləriniz var. Bu fikirlərin nəticəsi olaraq siz bir kitab da yazmısınız. İqtisadi özünü müdafiə dərsləri. Bəs yaxşı, bunu yazmaqda sizə nə motivasiya verdi? Necə oldu ki, dediniz gedim kitabı yazım? Bu kitabı çoxdan yazmışdım 2011-ci ildə. Bir xeyli romantik idim, bir xeyli idealist idim. Sırf olaraq iqtisadi prizmadan yazmışdım onu və geosiyasəti nəzər almamışdım və bir də xalqın mədəniyyətlərini nəzər almamışdım. O kitabın özlüyündə böyük bir problemlər var. Mən o vaxtları dediyim ki, mən Sovet hökumətində doğulmuş bir uşaq kimi və yeni Azərbaycan daha çox qərb yönümlü olduğuna görə təzəlikçi yarandı. Çünki qərb institutları gəldi, Avropa kömək elədi, ABŞ kömək elədi. Ona görə mənim beynimdə belə bir model qurulmuşdur ki, qərb yolu yeganə düzgün yoldur. Və bunu tək mən düşünmürdüm. Bir balaca özümə bəraət qazandı. Francis Fukuyama belə hazır ki, ən tanınmış filosoflardan biri bir kitab yazmışdı, The End of History, yəni tarixin sonu. Deyir ki, Sovet hökuməti dağıldı, qərb qalib gəldi. Hamımız qərb yolu ilə getməlidir. Demokratiya olmalıdır, inklüziv institutlar olmalıdır, falan olmalıdır. Yalnız bu Amerika və Avropa yolu yeganə düzgün yoldur. Prinsipcə tarix bitdi. Bundan sonra heç nəyi icad etməyə ehtiyac yoxdur. 90-cı illərin əvvəllərində körkəsib ölkə idi. Heç kim onları nümunə kimi götürmürdü. Singapur elə qalxmamışdı. Ümumiyyətlə də Qərbi Asiya qalxmamışdı da, Vyetnam falan. Onlar hələ ki iqtisadi uğur göstərməmişdi. Ona görə hamımız qərb yolu ilə gedirdi və mən də bir çox ideyalarım, mən Amerikanı çox sevirdim, onların iqtisadi uğurunu anlamağa çalışırdım. Çünki 200 il ərzində koloniyadan çıxmış və dünyanın ən güclü iqtisadiyyatını və ən güclü ordusunu quran yeganə ölkədir də tarix boyu. 200 il ərzində böyük bir imperiya qura bilibdir. Müasir tarixdə. Əlbəttə ki, biz ərəbləri götürə bilərik, Osmanlı imperiyasını götürə bilərik, amma müasir zamanda sırf kapitalistik iqtisadiyyat quruluşu, azadlıq ideyaları üzərində, fəlsəfəsi üzərində qurulan ən uğurlu ölkədir. Mən o görə onları öyrənirdim və kitabım daha çox bu ətrafda idi. İnklüziv institutlar lazımdır, falan lazımdır. O kitabdan 14 il keçibdi. Mən onun sözün açıq o vaxtları bəlkə 100 dənədən çox sata bilməmişəm. Belə də kitablara maraq prinsip ölkədə azdır. Və iqtisadi tematika ümumiyyətlə azdır. Və düşünürəm ki, mənim də öz ön yarğım var idi bu kitabı yazanda. Mən bu 14 ildə biraz böyümüşəm, düşünürəm. Düşünmürəm ki, ağıllanmışam. Düşünmürəm ki, müdrikləşmişəm. Düşünürəm, ağıllanmışam, amma müdrikləşməmişəm. Amma indi 12-ci versiyası üzərində çalışıram. Onu daha çox perspektiv göstərmək. Mən heç kimin artıq debat eləmək istəmirəm. Mən hər bir hansı bir podkastda da verilişə çıxanda deyirəm, iqtisadiyyat yarısı alətlərdir, yarısı ideologiyadır. Mən sizə bütün ideologiyalar barədə danışacağam. Hər bir həm solçuların pozisiyasını göstərəcəm, həm sağçıların pozisiyasını göstərəcəm. Siz özünüz gedin qərar verin. Sizə hansı yaxşıdır? Mənim işim yeganə perspektiv göstərməkdir ki, hər medalın hər iki tərəfini görəsiniz. Yalnız bir tərəfini görərək davam etməyəsiniz. Ola bilsin ki, mən sizdə fərqindəlik yaratdım. Sokratın çox yaxşı sözü var. Deyir, mən sizə heç nə öyrədə bilmərəm. Mən sizi yalnız düşündürə bilərəm. Mən də buna çalışıram. Mən insanları düşündürməyə çalışıram. Bəs Fərhad bəy, iqtisadi savadlıq nədir? Sizcə hər kəsin iqtisadi savadlığı olmalıdır? Mütləq hamının iqtisadi savadlığı olmalıdır. İqtisadi savadlıq düşünürəm 2 mərhələdən ibarət olmalıdır. Birincisi texniki olaraq bilikləriniz olmalıdır. Siz maliyyə analizlərini nisbətən anlamalısınız. Şirkətlər necə işləyir, necə pul qazanır. Bütün bunları bilməlisiniz. Çünki biz işləyirik də və əksər insanlar işləyəcək. Hamısı
sahibkar olmayacaq, hamısı girişimçi olmayacaqdır da. Türklərin bu sözü var, bizdə onun tərcüməsi yoxdur da, entrepreneur. Bunu sahibkar kimi tərcümə edirlər, amma bu düzgün tərcümə deyil. İnsanların əksəriyyəti 9-dan 6-ya kimi işləyəcəkdir də və bu normaldır. Bu 9-dan 6-ya kimi işləyərək siz anlamalısınız, sizin bir büdcəniz olmalıdır, sizin xərcləriniz olmalıdır, siz gəlirləriniz hansısa bir hissəsini investisiyaya yönəltməlisiniz. Bu investisiyaya yönəldəndə hansı alətlərə yönəltməlisiniz? Bütün bunları anlamalısınız. Bu ilk vacib olan faktordur ki, bazı alətlərini xəbərdar olasınız və bu necə işlədiyinə əmin olasınız. İkincisi, biraz iqtisadiyyatın fundamentlərini anlamaq lazımdır. Misal üçün də Azərbaycanda devalvasiya olacaq, yoxsa yox? Bu suala cavab vermək üçün burada artıq alətlərdən daha çox ümumiyyətlə iqtisadiyyatın prinsiplərini anlamaq lazımdır. Pul nədir? Tələblə təklif arasında nədir? Bizim ixracımızı anlamaq lazımdır. Mərkəzi banka girib hansı datanı götürərək siz özünüz üçün bu suala cavab verə bilərsiniz. Çünki hamımızın həyatına təsir edəcək bir amillərdir. Bizim uşaqlarımız var, pensiyamız var. Biz pensiya hansı valyutada saxlayaq? Yəni ki, indi hamı kripto barədə danışır, o dayanıqlıdırmı, dayanıqlı deyil. Bunun üçün siz artıq gələk daha fundamental iqtisadi biliklərə yiyələnəsiniz, siz özünüzü qoruya biləsiniz. İnsanlar bir çoxları səhvən düşünür ki, dövlət hamını qoruya biləcəkdir. Amma dövlət elədir ki, siz 20 yaşında işə başlayırsınız, 70 yaşında kimi prinsip produktiv vaxtınızdır da və get-gedə bu həyat uzanır. Yəni ki, tibb artır, biz daha yaxşı özümüzə baxa bilirik, diaqnostika daha yaxşıdır və biz bəlkə bu nəsil artıq 100 ildən çox yaşaya bilər rahat şəkildə. Və bu 45 ildə milyonlarla şey ola bilər. Biz Amerikanın özünü götürək də. Biden gəlir, bir şey eləyir, Trump gəlir, başqa şey eləyir, biri bu müharibə eləyir, digər müharibə eləyir. Aləm qarışır bir-birinə. Ona görə sizin yeganə etibar edə biləcəyiniz insan siz özünüzsünüz. Bundan etibarlı heç kim yoxdur. Ona görə özünüzü investisiya edərək, özünüzün maliyyə və iqtisadi savadlığınızı artıraraq siz öz pulunuzu qoruya bilərsiniz. Paralelində əlbəttə ki, siz nutrisiologiyanı da bilməlisiniz, sport idman elmini də anlamalısınız ki, bu təkcə pul deyil də, pul bir alətdir ki, siz daha uğurlu, komfortlu bir həyat sürəsiniz. Amma bu az deyil. Siz pulla gedib McDonald's-da qeyri-keyfiyyətli yeməklər də yeyə bilərsiniz. Ya da ki, nutrisiologiyanı anlayıb, hansı yeməyi nədən sonra yemək lazımdır, qida rasionunun nə olmalıdır, onu anlayıb və özünüzə daha yaxşı baxa bilərsiniz. Ona görə müasir dövrdə, müasir informasiya açıqlığı dövründə öz qayğınıza özünüz baxmalısınız. Həm iqtisadi perspektivdən, həm də fiziki olaraq, fiziksel olaraq, mənəvi perspektivdən yalnız siz özünüzə cavab deyirdiniz. Bəs sizi biznes konsultant olaraq uğura aparan ən böyük amil nə olub? Bilirsiniz, iqtisadiyyatda belə bir mif var ki, hamı bilir kasıb ölkəni, varlı ölkəni necə etmək olar. Bir çox iqtisadi araşdırmaların fundamentində bu sual durubdur da, kasıb ölkəni mən necə varlı ölkə edə bilərəm. Lakin bütün bu araşdırmalar nəyin üzərində əslində qurulubdur? Onlar uğur qazanmış, inkişaf etmiş ölkələri götürürlər, onlar arasında oxşarlıq tapırlar və deyirlər ki, sən kasıb ölkə olaraq sən bunu etməlisən. Etsən, sən də bizim kimi olacaqsan. Amma təəssüf olsun ki, bu işləmir. Çox yaxşı bir kitab var, Poor Economics, kasıbların iqtisadiyyatı, o da Nobel mükafatı laureatları tərəfindən yazılıbdır. Böyük bir kitabdır, lakin sonuncu hissəsində onlar deyirlər ki, əslində iqtisadçılar bilmir kasıb ölkəni, uğurlu ölkə necə etmək olar. Yoxdur unikal bir formula ki, desin ki, bunu etsən, sən kasıbçılıqdan çıxıb uğura gedəcəksən. Biz gələk individuallara tətbiq edək. Fərhadın uğur formulu qazanması, mən hansı bir vaxtda doğulmuşam, hansı bir şəraitdə doğulmuşam, ətrafım olubdur, valideynlərim olubdur dəstəkləyən və şərait tamamilə başqa olubdur. Və bütün bunları kompleks şəkildə necəsə məni arası gətirib çıxarıbdır. Və siz əgər bir çox uğurlu insanları oxusaz, onların bioqrafiyasını olur, siz də görəcəksiniz ki, bütün bu faktorlar çox təsir edir. Vaxt, məkan, şərait təsir edir. Mən düşünürəm ki, nədən başlaya bilər insan? Ən vacib sual budur, gəlin hələ sizə də bu sualı verim. Mən sizə bir sual verəcəm, mən istərdim ki, siz fikrinizə gələn ilk şey deyəsiniz. Overthink eləməyin, həddən çox düşünün.
Səhirə xanım, Fərid bəy. Siz kimsiniz? Nə gəlir? Bir dənə sözdür birinci gələn. İnsan. Sizdə nə birinci gəldi? Human. O da insandır. Düşün, bəlkə hamının başlayacağı bəlkə bir yol budur. Mənə zaten bu sualı verəndə burada 3 dənə fərqindəlik səviyyəsi olur da. İlk fərqindəlik səviyyəsi siz özünüzü bioloji amillərlə təsvir edirsiniz də. Mən insanam, qadınam. Bu birinci fərqindəlik səviyyəsidir. İkinci fərqindəlik səviyyəsi siz özünüzü rollarınızla ifadə edirsiniz. Mən valideynəm, atayam, anayam, övladam, müdürəm, məmuram, falan, nazirəm falan. Bu rollarınızla. Üçüncü isə real fərqindəlik. Siz həqiqətən özünüzü tapırsınız. O hansısa bir sözdür ki, hansı ki sizi tam ifadə edir. Siz cavansınız, bu aydın məsələdir də. Benjamin Franklin demişdi ki, özünüzü tapmaq çox çətindir. Nietzsche ümumiyyətlə düşünür ki, özünü tapmaq ümumiyyətlə həyat boyu aparan bir yoldur. Amma problem nədə olur? Siz fərqində olmayanda siz kimsiniz? Siz cavansınız, ona görə daha çox insan deyirsiniz. Siz hansı bir vəzifə tutandan, uşaq olandan sonra siz mütləq deyəcəksiniz ki, mən anayam, siz deyəcəksiniz ki, mən atayam. Yoxdur ki, uşaqlarınız. Xeyr. Ona görə bunu deyirsiniz də. Uşaqlarınız olan kimi siz dərhal özünüzü o rolla assosiasiya edəcəksiniz. Emosional yaxınlaşmaq. Və o sən özünüzü rolla assosiasiya edəndə problem odur ki, amma sizin bir dənə ana rolunuz yoxdur da bu dünyada. Sizin övlad rolunuz da var, sizin həyat yoldaşı rolunuz da var, sizin əmək kimdənsə kollega, vəzifə rolunuz var, dost rolunuz var. Amma siz özünüzü bir rolla assosiasiya edəndə siz bu rolu hamıya gəlirsiniz, eyni roldan çıxış edirsiniz. Valideynlərinizə mamalıq edirsiniz, dostlarınıza mamalıq edirsiniz, onların qayğısına lazımsız dərəcədə qalırsınız. Həyat yoldaşınıza mamalıq edirsiniz, bütün bu enerjini pozursunuz. Bu problem törədir. Ona görə siz özünüzün fərqindəliyini tapmalısınız fundamentdə ki, siz kimsiniz. Bunu bir balaca yardımcı olmaq üçün onu deyə bilərəm ki, sizin əsl kimliyiniz sizin bu həyata missiyanıza bağlıdır. Sizin bu həyatda bir missiyanız var. Sizin hər bir insanın cəmiyyətə, digərlərinə verəcək bir bəxşi var. Ki siz onu verirsiniz cəmiyyətə və qarşılığında heç nə gözləmirsiniz. İstedad başqadır. İstedad odur ki, siz bacarığınızda istifadə edirsiniz, pul qazanırsınız. Bəxşiş odur ki, siz verirsiniz və cavabında heç nə gözləmirsiniz. Və bəs bu bəxşişin arxasında sizin kimliyiniz gizlənir. Siz onu tapsaz, mən başqaları üçün, cəmiyyət üçün nə edirəm və qarşılığında heç nə gözləmirəm. Mənim kimliyim orada gizlənilibdir. Ona görə mən hamıya bu yola başlamağı tövsiyə edirəm. İkincisi, öz dəyərlərinizi anlayın. Mənim dəyərlərim nədir? Mən liderlik təlimləri deyirəm falan. Və liderlik təlimlərində 2 dənə həmişə bu fərqindəliyi yaratmağa çalışıram və insanların öz həqiqi dəyərlərini anlamağa çalışıram. Və adətən vəziyyət necə olur da? Mən deyirəm, sizin dəyərləriniz nədir? 99% hallar dərhal hamı deyir ki, ailədir mənim təməl dəyərim. Deyirəm, yaxşı. Deyirəm, təsəvvür edin ki, siz müdürlə görüşdəsiniz. Ananız zəng vursa telefonu götürəcəksiniz. Hamı deyir, yox. Uşağınız zəng vursa sizin görüş zamanında telefonunuzu götürəcəksiniz. Yoxsa ad bu verəcəksiniz, deyəcəksiniz, canım sonra zəng vuraram. Ya da sonuncu dəfə uşaqlarınızla ya da həyat yoldaşınızla keyfiyyətli vaxt keçirmisiniz. Səhər yeməyinə getmisinizmi telefonsuz ümumiyyətlə? Hərəniz oturub telefonda belə scroll eləməyəsiniz sosial media. Onda danışmayın, mənə xahiş edirəm. Ailə sizin üçün təməl dəyərdir. Niyə görə mənə danışmayın ki, öz-özünüzü aldadırsınız. Siz çox öyrəşmiş, şablon və klişe sözlərdən istifadə edirsiniz. Siz Azərbaycanın korporativ mühitini götürsək, əksəriyyətin təməl dəyərlərində populyarlaşıbdır, daha özünə dəyər çıxarır. Bizim şirkətin dəyərləri budur. Hamıda siz görəcəksiniz ki, standart dəyərlər, dürüstlük. Misal üçün, hamıda dəyərdir. Bütün şirkətlər, Azərbaycan böyük şirkətlər, hamı dürüstlük danışır. Dürüstlük olmadan prinsipcə biznes işləməməlidir. Siz niyə görə standart, şablon, klişe sözləri özünüzə dəyər qoymusunuz? Mən nə bilim, müştəri yönümlülük. Əlbəttə ki, siz müştəri yönümlü olmalısınız. Əksər gördüyüm şirkət hansı ki, dürüstlüyü qoyubdur dəyərlərində, onlarda dürüstlük yoxdur. Kim ki deyir ki, insan yönümlü, onlar insan yönümlü deyirlər. Kim ki deyir, biz keyfiyyətə fikir verir, keyfiyyət yönümlü deyirlər. Və bunun səbəbi var. İqtisadiyyat bunu izah edir. Çünki dəyərlər adətən məndə olmayan mənim üçün dəyərlidir. Misal üçün, sizə telefon kommunikasiya lazımdır, telefon sizin üçün dəyərlidir. Amma o sizdə yoxdur. Siz onu alandan sonra artıq dəyəri deyil, çünki sizdə bu var. Əl çatandır. Əl çatandır da artıq.
Ona görə dəyərlər adətən olmayan şeylərdir. Və amma korporativ mühitə gələndə səndə olmayan şeyləri dəyər qoymamalısan da. Onlar səndə yoxdur, bilməlisən, sən onu almalısan. Bu dürüstlükdür, müştəri yönümlülükdür, keyfiyyətdir. Çünki bunsuz iqtisadiyyat inkişaf eləmir də. Sən biznes doğru qazana bilməsən, bu təməl şeylər olsun səndə. Amma sən bunları qoyursan və icra eləmirsən. Ona görə dəyərlər təşkilatlarda həqiqətən göstərilən davranışlardır. Mən o görə yoldaşlara, cavanlara karyera məsləhətləri verəndə, eləyəndə mən deyirəm, bir təməl dəyərlərinə baxın. Əgər gördünüz ki, orada mən nə bilim müştəri yönümlülük, mən nə bilim insan yönümlülük, bizdə dürüstlük çoxdur, qırmızı bayraqdır. Çox böyük ehtimalla bunların heç biri onlarda yoxdur. Ona görə onları dəyər kimi qoyublar. Və heç eləmirlər ki, bu onlarda olsun. Sadəcə internet səhifəsində bu yaxşı səslənir deyəni eləyirlər. Və insan gəl öz dəyərini həqiqətən anlasın. Dəyərini anlaması üçün də belə bir coaching alət var. Sizi, Səhərə xanım sizdən götürək də, gəlin bir eksperiment eləyəsin üzərinizdə. Sizi tətikləyən, triggerləyən hansı hal var? Sizi özünüzdən çıxaran, sizi əsəbləşdirən? Nə baş verəndə? Dərhal özünüzdən çıxırsınız. Ədalətsizlik baş verəndə. Əslində siz bunu biraz dərinə getsəz, 5 dəfə niyə görə bu, niyə görə bu, niyə görə bu, siz gedir öz təməl dəyərinizə çıxacaqsınız. Bizi tətikləyən şeylər, bizi özümüzdən çıxaran şeylər bizim təməl dəyərlərimizə toxunan şeylərdir. Mən birinci dəfə koçumla bunun üzərində gedəndə məni tətikləyən mədəniyyətsizlikdir kənarda. Misal üçün, maşını saxlayır, götürür, zibiri tullur pəncərədən aşağı. Ya da avtobusdan əcağında gəlir, maşını saxlayırlar. Bu məni özümdən çıxardırdı, öz-özlüyündə. Yəni, real olaraq az qalım 3-4 il bundan əvvəl yolun ortasında maşını saxlayıb dava eləyə bilərdim də. Emosional intellektim sıfır idi də, üzr istəyirəm. Və koçla bunu işləməyə başlayanda mən sonda anladım ki, mənim təməl dəyərim qayğıdır. Yəni ki, insanlar bunu edəndə cəmiyyətə qayğısızlığını göstərir. Mənim heç nə vecimə deyil. Yalnız öz eqom var, öz keyfim var. Mən özümə yalnız qayğı göstərirəm. Və mənim təməl dəyərim, mən anladım ki, qayğı mənim təməl dəyərlərimin içindədir. Və bu cür siz öz təməl dəyərlərinizi çıxararaq bunu edə bilərsiniz. Əvvəlcə dediyim kimi, fərqində olma, uğurun 50%-dir. Mən kiməm? Mənim təməl dəyərlərim nədir? Mən bu həyatda nə edəcəm? Bunu anlayandan sonra daha rahat olacaqdır ki, siz 50% yolu getmişsiniz. Qalan 50%-i düzgün start nöqtəsindən finish nöqtəsinə gətirməkdir. Fərhad bəy, gələcək iş dünyasında sizcə hansı peşələr daha çox tələb olunacaq və Azərbaycan gənci peşə seçimi edərkən hansı meyarları əsas götürməlidir? Mən həmişə belə suallar mənə veriləndə deyirəm, üzr istəyirəm, xrustal şarım evdə qalıbdı, baxa bilmirəm. Çünki həyat o dərəcə tez dəyişir. Bu yaxında bir araşdırma oxumuşdum ki, 2030-cu ildə hazırki peşələrin 39% artıq lazımsız olacaq. Bu təsəvvürünüz 5 il ərzində peşələrin 39% lazımsız olacaq. Bu yaxınlarda ADA Universitetdə karyera həftəsi idi. Bizim şirkət olaraq orada çıxış edirdim. Və hamı məndən gözləyirdi ki, mən onlara nəsə bir karyera seçimdə bir vacib bir məsləhət verəcəm. Mən deyirəm, sizin cavanlar, həyatda yeganə bir dənə vacib seçiminiz var. Hansı ki, sizin ya çox xoşbəxt edəcəkdir, uğura aparacaqdır, ya da bədbəxt edəcəkdir. O seçim isə həyat yoldaşı seçimidir, karyera seçimi deyil. Biznesdə bir SWOT analiz deyilən bir analiz var da, güclü tərəfli, zəif tərəflərimiz, təhlükələr, bir də fürsətlər. Mən deyim ki, siz yaxşı, düzgün həyat yoldaşı seçsəz özünüzə, sizin güclü tərəfləriniz multiplikator effekti ilə böyüyəcəkdir. Səhv həyat yoldaşı seçsəniz, sizin zəif tərəfləriniz multiplikator effekti ilə böyüyəcəkdir. Siz yaxşı həyat yoldaşı seçsəz, sizin həyatdakı imkanlar çoxalacaqdır. Siz pis həyat yoldaşı seçsəniz, sizin həyatdakı təhlükələr çoxalacaqdır. Karyera elədir ki, siz cavansınız da, 20 yaşında işə başlayacaqsınız da, gedin ürəyiniz nə ilə istəyir, məşğul olun. Gedin, öyrənin, vuruşun, savaşın, yıxılın, qalxın, təcrübə qazanın. Öyrənməyi daim olaraq bir bacarıq kimi saxlayın özünüzdə. Çünki gələcək odur ki, sən öyrənəcəksən, yaddan çıxaracaqsan, yenidən öyrənəcəksən. Mən hətta Sovet vaxtında başlamışam da, nisbətən stabil vaxtlarımda. Mənim bir çox
Yəni bir çox işləyən insanlar hələ necə neft qazda qalmışdılar 20 il öncə elə də qalıblar. Mən 9 dənə sferanı dəyişmişəm çünki mənim beynim biraz başqa cür işləyir də. Mən daim olaraq yeniliklər axtarışındayam. Düşünürəm 90 yaşımda biraz sakitləşirəm, daha stabilləşirəm. Mən 120 il yaşamağı planlaşdırıram. Ona görə mənim planlarım uzun müddətlidir. Mən bu cür düşünmürəm ki, 45 yaşına yaxınlaşıram və mənim həyatımın yarısı gedib. Yox, mənim həyatımın 1/3 gedib. 3/2 inşallah qabaqdadır. Mən deyirəm, karyera seçimlərinizə çox da yüklənməyin özünüzü. Sadəcə öyrənməyi öyrənin və əgər MIT-nin Data Science proqramını 6 ay öyrənmək olarsa, siz istənilən bir şeyi 6 ay ərzində öyrənə biləcəksiniz həyatınızda. Amma siz həyat yoldaşını tapacaqsınız, onu 6 ay ərzində dəyişə bilməyəcəksiniz. Uşaqlarınızdan sonra onun 6 ay ərzində dəyişə bilməyəcəksiniz. Bu uzun müddətli və vacib bir seçimdir. Lakin heç birinizi təəssüf olsun ki, universitetdə bunu öyrətmirlər. Heç birinizi insan münasibətinin psixologiyasını öyrətmirlər. Mən niyə görə sevdim bunu? Könlümüzün iqtisadçı eksperti. Çünki mən o tərəfin araşdırmalarında həmişə çatdırmağa çalışıram. Siz həddən artıq çox texnikaya fokuslaşmayın. Biraz qəlbinizə də fokuslaşın, biraz emosiyalarınıza fokuslaşın, biraz münasibətə də fokuslaşın. Öz adamınızı tapmaqda və qurmaqda bu sizə yardımcı olacaqdır. Çünki biz elə bir dövrdə yaşayırıq ki, çoxlu axmaq influencerlər peyda olubdur. Deyirlər ki, hamı azad olmalıdır, hamı müstəqil olmalıdır, qadın azad olmalıdır, kişi azad olmalıdır, qadın müstəqil olmalıdır, kişi müstəqil olmalıdır. Cəmiyyətin beynini yuyurlar. Sonra şikayətlənirlər ki, niyə görə boşanmaların faizi artır, niyə görə insanlarda keyfiyyətli münasibət yoxdur falan. Kim öyrədir onlara? Kim, misal üçün, John Gottman'ın kitablarını oxutdurur uşaqlara, Esther Perel'in kitablarını oxutdurur, münasibət psixologiyasını araşdırır. Mən davranış iqtisadçısıyam da, öz-özlüyündə adi iqtisadçı deyiləm. Davranış iqtisadiyyatı psixologiya ilə iqtisadiyyatı birləşdiribdir. Ona görə mənə insan psixologiyası çox maraqlıdır. İnsan psixologiyasında münasibətlər psixologiyası ən maraqlı mövzudur. Ölgədən də cavan uşaqlara, mənim 13 yaşında oğlum var, mən ona John Gottman'ın Men's Guide to Women kitabını oxutdurmuşam. Kişilərin qadınları anlamaqda gidi kitabıdır. Çox möhtəşəm kitabdır. Düşünürəm, bütün 13 yaşından başlayaraq bütün oğlanlar bunu oxumalıdır. Çünki biz kişilər anlamırıq qadınları və o bir kişi araşdırmacısı olaraq araşdırma üzərində öz fikirlərini deyil, 10 illiklərlə araşdırma eləyibdir. Gottman Institute, Gottman Love Lab. Onun üzərində yaxşı araşdırmalar elə və öyrətmək lazımdır. Oğlanlara da öyrətmək lazımdır. Qadınlar nə istəyir, qadınlara da öyrətmək lazımdır. Kişilər nə istəyir ki, bunlar kommunikasiyasını düzgün qura bilsin. Hal-hazırda belə bir kommunikasiya problemi var. John Gottman çox yaxşı bir söz demişdi. Deyir ki, adətən nigahlar 10 min dəfə dava etdiyinizə görə pozulmur. Nigahlar 10 min dəfə lazım olan davaları etmədiyinizə görə pozulur. Kommunikasiya problemidir sonda. Müasir cəmiyyətdə bütün səviyyələrdə biz bunu görürük. Mən bir araşdırma eləyirdim. Azərbaycanda liderlərin ən böyük problemləri barədə bir sorğu keçirmişdi. Nömrə 1 kommunikasiya problemi çıxır. Onlar öz fikirlərini çatdıra bilmirlər. Onlar komanda ilə düzgün kommunikasiya qura bilmirlər. Eyni şeydə cəmiyyətdə düşür münasibətlər. Ər-arvad kommunikasiya edə bilmir. Valideynlər uşaqlarla kommunikasiya edə bilmir. Bir-birini istiqamətləndirir. Müəllimlər şagirdləri ilə kommunikasiya qura bilmir. Yəni ki, bu kommunikasiya problemi, münasibət, bağ yaratmaq problemi böyük bir faciədir. Mən bəlkə deyirdim ki, siz buna fokuslaşın, kommunikasiya bacarığınızı artırın hər tərəfdən. Həm həyat yoldaşınızla, həm iş yerində, həm uşaqlarınızla, həm dostlarınızla düzgün kommunikasiya kanallarını qurun. Və gələcəyə görə mən düşünürəm ki, lazımsız narahatlıq. 3 dənə sənaye inqilabı olubdur, indi 4-cü sənaye inqilabıdır. Və hər birindən sonra cəmiyyət olaraq, bəşəriyyət olaraq biz daha yaxşı, daha varlı, daha imkanlı çıxmışıq. Bundan da daha imkanlı çıxacaq. Amma o demək deyil ki, siz oturun heç nə eləməyin. Qətiyyən elə deyil. İndi daha çox öyrənməliyik. Mənim zamanımda sən ingilis dilini bilirdinsə, kompüteri bilirdinsə, mütləq neft şirkətinə girəcəkdin, yaxşı pul qazanacaqdın. İndi hamı ingilis dilini bilir, hamı kompüteri bilir. Sizin hansısa bir xüsusi bacarıqlarınız olmalıdır. Və bu bacarıqlar düşünürəm, münasibət qurma bacarıqlarıdır və texniki bacarıqlardır. Siz bu ikisini birləşdirsəz, həmişə uğurlu olacaqsınız, əminliklə. Təşəkkürlər. Bəs yaxşı, siz əslində insan həyatından danışdınız da. İnsan həyatı sizcə layihədir? Yəni, insan öz həyatını layihə olaraq görməlidir, yoxsa necə?
Bu cəmişi ötkün üçün çox yaxşı sualdır. Mən biraz realistik yanaşmağa çalışıram. Realizm isə nədən ibarətdir? Mən düşünürəm, mən klassik liberalizm ideyalarına yaxın bir insanam da. Həm Adam Smith, David Ricardo, Milton Friedman, Friedrich Hayek kimi iqtisadçıların böyük pərəstişkarıyam. Onların da həmişə bir sözü var ki, insanın ən yaxşı nədir? Özü bilir. Yəni ki, sizin 20 yaşınızda Fərid bəy, istəkləriniz, planınız bir olacaqdır. Siz evli deyirsiniz də, subaysınız. Evlənəndən sonra sizin fikriniz başqa cür olacaqdır. Uşaqlarınız olandan başqa cür olacaqdır. Mən hiss edirəm, siz ikiniz də growth mindset deyirik də, biz buna inkişaf zehnindəsiniz. Siz daim olaraq öyrənib, böyümək istəyirsiniz və sizin həyatınız bu olacaqdır. Sizin hər 5 ildən bir tamamilə başqa bir insan olacaqsınız və fikirləriniz dəyişəcəkdir. Bir də fix mindset var, fix olunmuş düşüncə tərsi. İnsanlar böyümək istəmir, öyrənmək istəmir, belə də həyatlarını sürür də. Həmin o uşaqlar və dünya 3 günlükdür, dünya bugün sabah. Bunu kim mənə deyirsə, mən deyirəm ki, çox sağ olun, anladım ki, fix mindsetdir, böyümək ehtimalı yoxdur da bu insanda və biz onlara non-coachable deyirik də, coachinga uyğun olmayan insanlar. Sən onu nə qədər işləsən də faydası olmayacaqdır. Siz elə deyirsiniz əminliklə. Ona görə siz özünüz bilirsiniz, sizin üçün nə yaxşıdır. Sadəcə bizdə nə baş verir də, beynimizin inkişaf fazaları var. 20 yaşına qədər bizim beynimizdə neyron bağlantılar yoxdur. Neyron bağlantı nədir? Biliklərdir. Biz bilik əldə etdikcə bir də neyron bağlantısı beyninizdə formalaşır. Lakin insan beyni təkamül nəticəsində öz tənbəlləşibdir. Niyə görə tənbəlləşib? O tənbəl olmağa məcbur olubdur. Çünki beyin çox balaca bir kütləyə baxmayaraq enerjimizin 20%-ni götürür. Və bütün təkamül böyü insanlar adətən aclıqda yaşayıbdır da. Və beyin bunu anlayaraq özünü həmişə kompüterlərdə var hibernate mod, hibernasiya modunda saxlayır. Mən çox düşünmək istəmirəm. Mən özünü yuxuya göndərir ki, çox işləməsin. İndi düzdür, vaxt dəyişibdir filan da, amma 100 min il ərzində beyin belə düşünübdür və biz sadəcə son 200 ildə bir balaca taxıl filan becərməyə bacarmışıq və kasıbçılıqdan çıxmışıq da dünya kimi. Həmin o problemlər yaşamırıq. Amma bizim beynimiz hələ eyni düşüncədədir. Ona bazı biliklər tələb olunub yığandan sonra 20 yaşına qədər. Beyin artıq özünü düşünür ki, mən hamıdan ağıllıyam. Mənə daha yeni bilik lazım deyil. Və mən hər yeni problemi köhnə biliklərimə yiyələnərək oradan çıxarıb verə bilərəm. Bu ən təhlükəli fazadır. Nə var ki, siz fix mindset-ə keçirsiniz. Self-authorizing mindset, biz belə deyirik ona. Özünü avtorizə edən düşüncə tərzi. Yəni, mən hər şeyi bilirəm, mənə əlavə işinə lazım deyil. Beyin tənbəlləşir. Bu zaman inkişaf dayanır insanda. Bu zaman sən artıq heç kimə qulaq asmaq istəmirsən, özünü hamıda razı hiss edirsən. Cavanlarda bu olur. 20 yaşına bu teenager perioduna düşür. Hamıdan özünü ağıllı hesab edirlər. Bunun qarşısını almaq üçün siz gələ self-transforming mindset dövrünə keçəsiniz. Nə var ki, siz yeni neyron bağlantıları yenidən formalaşdıra bilərsiniz. 1980-ci ilə qədər səhv etmirəmsə, ümumiyyətlə düşünürlər ki, 30 yaşından sonra yeni neyron bağlantıların formalaşması mümkün deyil. Elm bunun üzərində idi. Lakin ondan sonraki araşdırmalar sübut etdilər ki, sən ömrünün axırına kimi öyrənə bilərsən. Bu çox vacib faktordur. Heç kimsə deyə bilməz ki, 2 yaş var, dəyişən deyil. Biz adətən belə olur da, məndən 40 yaşına çatmışsan, sən dəyişən deyilsən, onu nə edəcəksən? Dəyişir. Bir sual sadəcə vermək lazımdır özünüzə. Siz hansı bir hadisə ilə qarşılaşanda, hansısa bir problemlə qarşılaşanda sizin 2 seçim yolunuz var. Ya birincisi gedəcəksiniz, beyninizdən oxşar hadisəni çıxaracaqsınız, tarixdən, təcrübədən və onu işlədəcəksiniz. Ya da ki, pauza götürəcəksiniz. Daniel Kahneman'ın Thinking Fast and Slow kitabında bunu deyir. Sistem 2-ni qoşacaqsınız beyninizdə, düşünən beyni qoşacaqsınız. Deyirsiniz, mən başqa nə edə bilərəm? Bu çox vacib sualdır həyatda. Mən başqa cür necə edə bilərəm? Mən bildim, bunu eləmişəm. Bəlkə daha yaxşı yolu var. Gəl düşünün. 2 dəqiqə pauza götürün və düşünün. Bəlkə mən bunu başqa cür. Və bu formada sizin beyniniz daim olaraq inkişaf edir. Daim olaraq yeni biliklər alır və daim olaraq siz öyrənməyə açıq olursunuz. Dost mərkəzləri haqqında məlumatlısınız yəqin ki. Fikirlərinizi öyrənmək istəyərdik. Etdiyiniz bu çox vacibdir. Üstəlik 3 həssas kateqoriya insan var Azərbaycanda. Uşaqlar, xəstələr, bir də yaşlılar, sosial müayinə təyin olan və xüsusi inkişaf dəstəyi lazım olan insanlardır da.
ən yaxşı hallarınızda siz eləmirsiniz. Uğurlu cəmiyyətin göstəriciləri budur. Sən həssas kateqoriya insanlara necə yanaşırsan, bir də heyvanlara necə yanaşırsan da bu mənim üçün davranış indikatorlarıdır da. Biz bunları düzəltdikcə, deməli bizim mədəniyyət olaraq, dövlət olaraq çox yaxşı inkişaf etmiş ölkə. Və çox bəyənirəm baş verənləri, bir kənar müşahidə. Burada oturduğuma görə deyil. Mən bunu 3 il öncə də bütün təlimlərimdə danışırdım. Bura dəvət etdiyinizə görə bunu demirəm. Həqiqi, səmimi sözlərimdir. Və nə zülmlə bunun sizə başa gəldiyini onda təxmin edə bilirəm. Anlamıram, işləməmişəm, amma təxmin edə bilirəm bu necə çətin işdir və bu işdə sizin hamınıza böyük uğurlar və səbir arzu edirəm. Çox sağ olun, minnətdarıq. Həm dəyərli fikirləriniz üçün, həm belə deyim də ideologiyanız üçün, etdikləriniz və edəcəkləriniz üçün sizə təşəkkür edirik və bizim qonağımız üçün də sizə çox minnətdarıq. Gənclərə sonda nə demək istəyirsiniz? Bizi izləyənlərə, dinləyənlərə həmçinin. Mənim gənclərlə bir dənə mesajım var. Hazırki dünyada, hazırki dövrdə biz həddindən çox kiçik, qısa müddətli həzlərə fokuslanırıq. Mən bu gün həzz alım. Və biz həzzlə sevinci və xoşbəxtliyi qarışdırırıq. Biz düşünürük ki, aldığımız həzz yeni mobil telefonudurmu, hansısa bir içkidirmi, hansısa bir ləzzətdirmi? Biz onu düşünürük ki, bu bizi xoşbəxt edir. Xoşbəxtlik bu etmir. Xoşbəxtlik odur ki, siz ali məqsədlərə çatmaq üçün hansı bir böyük işlər görürsünüz. Buna isə vaxt lazımdır, buna isə müddət lazımdır. Cavanlara çağırışım odur ki, qısa müddətli deyil, uzun müddətli düşünsünlər və öz potensialını reallaşdıra bilsinlər. Təşəkkür edirik Fərhad bəy. Güman edirik bir daha görüşərik sizlə. Təşəkkürlər. Siz sağ olun, dəvət edirəm. Çox sağ olun. Hanımlar ve canımlar, Dost Podcast'ı dinleyirsiniz.